Hamıya salam əziz izləyicilər. Yeni bir video ilə qarşınızdayım. Şunlar bilirsiniz ki, nəsə vaxtı video çəkmirdim və yeni bir video ilə təzədən deyirəm, nəysə olsun, qarşınızdayım. Bəli desəz ki, Rəfiqə bugün ara gəlirsən. Şunlar bugün ağa müəllimlə Sədərəyə gedirik. Onun zalı üçün qəşəng belə yolka falan, bəzək falan bir şeylər alacağıq. Bəli, bu qədər. İndi biz gedəcəyik. Mən hal-hazırda uşaqlar gözümün altlarından görsünüz yəqin. Təzə durmuşam. Qəribə görsənə bilərəm. Nəysə. Uşaqlar, indi biz gedək əynimizi geyinək. Mən nə geyinəcəm indi seçim sizə sonra göstərəcəm. Mən uşaqlar artıq mən geyinəcəyim şeyləri seçdim. Belə bir sweatshirtimi seçdim. Bunu dünən almışam New Yorkdan. Çox qəşəng deyil uşaqlar. Nəysə bunu geyinəcəm bir olaraq. İki olaraq da belə buna nə deyirsiniz bilmirəm. Düşük belə bir şalvarım var, cins. Bir bunu geyinəcəm. Bir dənə də şalvar anamın mənə aldığı dünən qılaqcığı. Bu çox qəşəngdir. Anama buradan çoxu təşəkkürlərimi ilətdirəm. Onu çox istəyirəm. O da mənə dəyər verib aldığı üçün onu buradan öpürəm. Nəysə indi geyinib gələk. Şalvar bir də deməyə yadmanızdır. Bir dənə də belə ağlarım var. Üstünə ağ geyinəcəm. O şalvarın altına. Bəli, indi geyinim gəlim. Bəli uşaqlar, geyimim belədir. Siz bəyəndiniz yoxsa yox? Gəlsin qulaqçığım burada, şalvarım burada, paltar, koftam burada. Ayaqqabımı geyinə bilmərəm təbii ki də, çünki anam məni öldürər. Çünki evdə kimi ayaqqabı geyinir. Nəysə, ayaqqabını da geyinəndə çəkəcəm. Uşaqlar, belə istədim sizə boydan da ayaqqabı ilə göstərim. Belə şu şəkil. Bəli, belə. Siz bəyəndiniz yoxsa yox? Uşaqlar, yola çıxmazdan əvvəl qulaqçığımı çıxanım, mənim apiyalası səhət tıxacam. Bu da sticli. Şunlar bir dənə fikir verim ki, mənim sticli hər şeyim var. Mən həqiqi, o deyirlər, stic holiddir nədir? Mən hələ biriyəm deyəsəm. Belə sticli göz bandım var. Sonra belə bir sticli sepim var. Mənim hər şeyim var. Amma şunlar bu qaralıb. Ama gedib bunu qızıl suyuna batıracam və düzəldəcəm. Yəni gedib nə istə şunlar gedəcək. Çox qəşəng deyil, nəysə. İnşallah düzələr. Nəysə, bir dənə belə stici içəcəyim var. Əgər mənə bir şey hədiyyə eləmək istəsəz, yəni hər şey göz qabağımda, mən stici bir şey hədiyyə edə bilərsiniz. Bəli, nəysə, yola çıxmazdan əvvəl iki bir şey eləmək istəyirəm. Bir göz altım çox qaradır. Gördüyünüz kimi. Bir dənə göz altımızı bağlayaq, çıxaq gedək, yaxşı. Bir dənə belə Hola, Türkiyədə olan Arya daşın. Bəli, bir dənə də belə şey qılam, amma bu fake'dir. Bu orijinal, bu fake. Nəysə. Bəlkə ikisini vurub çıxırıq yola. Bunlar mənə lazım deyil. Nəysə, bu qədər. Bəli, uşaqlar, mən artıq hazıram, gördüyünüz kimi. Amma sizə bir nəfər göstərəcəm, bir nəfər. Uşaqlar, sizə Mikuşu göstərmək istəyirəm. Mika, bulurum. Aşkım. Uşaqlar, artıq evdən çıxdıq, gördüyünüz kimi. Ağa müəllim də gəlib, indi ağa müəllimin maşınına minirik. Salam ağa müəllim, necəsiz? Yaxşı müəllim, sizə tək. Sağ ol. Yaxşı olasın. Uşaqlar, bugün biz Sədərəyə gedirik. Zalımızı bəzəməyə. Bəli. İndi uşaqlar gedirik. Yolda sizin hər şeyi çəkəcəm. Uşaqlar, buna baxa bilərsiniz. Burada belə fərqli şeylər var. Bir də buna baxa bilərsiniz. Buradan belə dırmaşan şaxtalı var, uçan şaxtalı var. Burada çox şeylər var gördüyünüz üçün. Belə bir yerə gəlir. Burada şeylərə baxa bilərsiniz. Burada belə qəşəng qapının üstünə asmalı şeylər var. Sonra belə şeylər var gördüyünüz. Sonra yenə belə qapıya asmalı şeylər asıblar. Çox qəşəngdir. Məsələn, mən burada birini bəyəndim, sizə göstərim. Burada açıb bəyəndim. Bu da qəşəngdir. Buna baxın. Buna baxa bilərsiniz. Qardaş, deyil qardaş. Sır paket sarı. Burada da belə gördüyünüz kimi.
Bence yok. Bu. Bence de. En güzel şapka olur. Biraz ha. Sabiq oxşuyur elə. Göreceğiz ki burada böyle bir şeyler de var. Buna bakabiliriz. Bize mahnı okuyor. Uşaqlar burada bu boyda böyle yekə marallar da var. Uşaqlar buna bakabilirsiniz. Çay şaxta baba. Çox qəşəngdir. Ədəvəs kimi. Wow. Yuxarıda da bir dənə şaxta baba var. Çok geçerli. Sana bakın böyle kristallar da var böyle. Işıklı. Şöyle ışıklar var burada. Şimdi böyle ışıklar veriyoruz. Şöyle burada çıktı mı böyle bakabilirsiniz. Yani burada geçası var. Sonra böyle ışıklar var. Ay da. Uşaqlar bunlara bakabilirsiniz. Burada da belə ağaclar var. Mən buradan bilərsini seçin. Bunlar çox fake görsənir. Mən bunlardan almazdım. Biraz normal görsənir. Bu biraz qəşəng görsənir. Mən olsam bu ağı yaşındadan alırdım. Uşaqlar baxın, mən bunu daha çox bəyəndim. Bu daha belə qəşəngdir. Biz böyle qarlı için bir şeydir. Məncə bu daha qəşəng. Məncə bu daha qəşəngdir. Bu biraz sox tökülür. Mənim yox bu tökülməyəndəndir. Baxın, ay tökülürmüş. İnşallah tökülürmüş. Nəysə. Uşaqlar baxın, bu da gözəldir əslində, amma çox da yox. Mən ən çox şəxsən uşaqlar bunu bəyəndim. Bu tökülmür əslində. Sadəcə belə qopardan da. Özü belə boydan göstərim. Ağlar. Hala böyle şeyler de var. Ağa müəllimin beğendiği yolka bu oldu. Ben de zaten sevmiştim. Böyle ağlıyor. Çok şeydi. Ağa müəllim bunu beğendi. Görək də bunu alacaq yoksa başkası. Şimdi böyle şaxta babalı özümə bir dənə. Özümə böyle şaxta babalı bir dənə şey aldım. Ne deyirlər buna? Avadok. Yegi şu yarım da yandım ha. Yegi obsini yandım. Görürsünüz. Neyse böyle devam edeceğim. Size buranın içerisinde çekmek istedim. Görün ne geçiyordu. Ben buraya bakalım. Yani bu ışıklara bakın. Aşağıya bakabilirsiniz. Çok güzel. Burada bakın böyle şeyler de var. Salıncaktan salınan şaxta balı da var. Ama deyəsən o da çox qırılıb. Neyse. Bunlara bakabilirsiniz. Çox qəşəngdir. Burada şeyler falan var. Burada böyle ışıklar. Böyle şeyler var. Gördüğünüz gibi. Gördüğünüz gibi burada böyle güzel şeyler var. Bakın burada böyle kapıya falan böyle yapıştırmak için şeyler var. Çok qəşəngdir. Burada böyle balaca marallar da var. Böyle hediye kutuları da var. Bakın. Uşaqlar ben bunu daha çox bəyəndim. Belə bunlar daha şirin deyil. Öz uşaqlarla işıqlıdır. Bunlara baxa bilərsiniz. Siz istəsəniz gəlib buradan ala bilərsiniz yəni. Çünki bu da belə qapıya asılmadır. Bəs bunlar neçədir qızım? Havalar neçədir? Bunlara da baxa bilərsiniz. Bunlardan birini neyiniz? Çeşit çoxdur. Seçəndən sonra sizə təzdən göstərəcəm. Rəfiqənin zövqünə inanaraq bütün şarikləri rəfiqənin zövqünə buraxmışıq. Rəfiqə göstər. Hansı şarik üçün? Görün nə gözəl. İçində həm mat var, həm qiymət cəhətdən sərf edir uşaqlar, həm də ki içinin çoxluğu, həm bax zərvisi var, həm belə figürlüsü var, həm maskısı var. Sən də uşaqlar bunun sarısı sayılmış. Yəni qızıl rəngi. İkinci seçdiyimiz rəng. Belə bulurlusu var, belə sadəsi, qızılısı, çox şeylər. Biz bu ikisini alacağıq. İndi hara gedirik? Zarar. Yox. İndi də bir şey qaldı, gəl. Uşaqlar gəlib istəyir, belə kristal şeylərdə almaq istəyirik. Kristal. Bəli.
Onlardan da asacağıq yalkamızdan. Böyle bir şey gördüm. İstediğim çekimine bakabilirsiniz. Qatar diye. Evet. Burada da bir tane bakın. Böyle bir tane de şey var. Ne deyirlər buna, qardan adam. Bunu ben düzəltməmişəm ama olsun. Bəli, şahar. Siz istəsəz gəlib buradan ala bilərsiniz. Gəliz kimi hər şey var, hər cürəsi. Belə şeylərin hamısı buradadır. Bəli. Şu adamın çox bəyənir. Çox tatlı deyil bu qardan adam. Onu da mən düzəltmişəm. Neyse, burada böyle zalentleriniz, böyle yani istediğiniz kim gelip buradan alabilirsiniz. Burada böyle bizim aldığımız şeylerden de var. Böyle bu kadardı. Küçük bantiklere bakabilirsiniz. Görün ne olur. Burada böyle şahta babalar da var. Bak uşaqlar bu nəğmə çalır bu şahta baba. Uşaqlar burada şəkillər də var. Görün nə qəşəngdir. Çüş mən də ola bilsəydim. Şunlar bunlara bakın, çok geçey değil. Ben bunu ama daha çok beğendim. Yeni iş yapışıkları. Burada böyle papak falan da var. 2026, 2026. Bunlar ne siyahı? Burada böyle atkiler de var, bakın. Gördünüz ki. Şu an bakın giyemeden şahta baba. Her şey var yani. Bunları da çekmeyi istedim. Bunlara bakabilir. Şu an buna bakabilir. Sadece kimi değil. Valla bu bantika bakabilirsiniz. Görün ne olsundu. Oha, mənim anam bundan istəyirdi. Çox qəşəngdir şu an. Burada belə şeylər də var. Bunlara baxa bilərsiniz. Ay, köz də var. Buna baxa bilərsiniz. Çox uzundular. Belə qar dənə şeyləri var. Tez-tez çəkirəm. Burada belə qar kürələr də var. Görürsünüz. Burada belə kinderli bir şeylər var. Bunlar cəbimdən bunları. Amma çox qəşəng görsənlər hamısı. Şolar barmaqlara baxa bilərsiniz. Görün nə boydadır. Kuş kimdir. 20 qəpiymiş bu balacalar. Amma böyüyünü bilmirəm heç yet. Burada böyle balaca bir evler de var gördüğünüz gibi. Burada şeyler, bakın qar qızı bu. Bu da şahta baba. Ay, son anda yıkıldı. Böyle burada balacalar da var gördüğünüz gibi. Burada bakabilirsiniz, qar spreyler de var gördüğünüz böyle lavabolu. Buna bakın. Labubu, labubu. Böyle adi şahta babası var ve uğur böceğlisi de var. Ay, mən bunlara biz şuşalar nə qədər baxın, o böcək, karakter. Nəyəsə şuşalar, belələr də var. Sonra beləsi də var, bəli. Başqa baxın, şuşalar bu nədir belə? Fake tortlar üçün deyəsəni. Burada baxa bilərsiniz, belə şamlar da var. Vav, həqiqətən çox şeydir. Bunlar bilmirəm nədir, belə bir şeylər də var. Sonra belə şeylər də var. Bu çox qəşəng deyil şuşalar, bunun üçün belə qəşəng şeylər falan düzürsünüz, ancaq bilmədim. Nəysə, belə şeylər. Sonra burada böyle balaca şeyler de var. Hakikaten. Çok tatlı değiller bunlar. Şuna buna bakabilirsiniz. Güzelli gözde. Bundan bizde var. Çok şeyler. Şuralar her getdikcə daha uzun bandiklər tapıram. Şuralar buna bakabilirsiniz. Ne boydadır. Oha yani. Çüş. Tam burada böyle şeyler de var. Böyle şeyler. Sonra bu nədir? Böyle bir şeyler de var. Gördüğünüz kimi. Şuralar buna bakabilirsiniz. Çok qəşəngdir. Bəli. Belələr də var. Bəli, başqa sizlərə göstəriblərəm. Yəni, şuralar burada nə axtarsanız var. Sonra belə balaca bir yolka da var. Görün, belə bir ev də var. Balaca bir şahta baba da var. Həm çox şirindir. Sonra belə zaletlər də var orada. Gördüyünüz kimi. Yəni, sizin üçün hər şeyi çəkirəm. Şurada belə qapı asmağa da belə şeylər var. Görün, nə şeydir. Siz bunu çox bəyənirsiniz. Buna bakabilirsiniz, çok tatlıdır. Şarlar, böyle çorap zadatı asır sizi, onlardan da var. Görün ne şeydir böyle. Yükü sepetlərdə var, bunlar bilmem söyleyeyim. Ama çok şirinler. Burada böyle balacaları da var, sonra böyle atkisi de var. Her şey var da yani burada gördüğünüz. Burada böyle uşaq giyinir, ona böyle şahta baba olur böyle bir şey. Sonra burada böyle balaca şeyler de var. Bakabilirsiniz. Burada My Little Pony var. Çok qəşəng değil. Bu görürsünüz satılıqdır. Bunu alacağım. Zarafat eləmişim işte. Niye alım ki? My Little Pony, My Little Pony. Ağaçları göstərmək istəyirəm. Bunlara baxabilirsiniz. Hələ baxın burada da belə ağaçlar. Bir üstü göstərim sizə. Burada var da. Belə baxın. Şurada bezəklərə baxabilirsiniz. Bunu bakın siz.
təzədən belə ağaclar var. Burada belə şəkillər var. İstəyən materiallar bunlar, nəysə. Bəziləri qəşəng, bəziləri pis. Nəysə uşaqlar, mən sizə çəkə bildiyim qədər şeylər çəkə bildim. Bunlara baxın, bunlar da desən fake olmalı. Bunlara baxın. Bunlara qədər belə şaxta babalar var. Uşaqlar bu maralar. Nə boydadır bunlar beləsə? Boydan çəkin bunlar. Baxa bilərsiniz uşaqlar. O sizə şeydə göstərdiklərim eyni sırada burada da düzülür. Burada baxın belə maral geyikli şeylər var. Belə hədiyyə şeyləri falan filan. İçəriyə qədər girib sizə hər şeyi göstərdim. Şuralarını yandırdım. Nəysə. Şuralar görürsünüz ki, sizə hər şeyi göstərdim. Bu şuraların ümumiyyətcə nə varsa mən sizə hamısını göstərdim. Göstərmədiyim bir şey varsa siz yazarsınız yorumlara. Çünki burada həqiqətən nə varsa o xaricələrdə olan o yekə bantikləri belə göstərdim sizə. Nə istəyirsiniz? Siz istəsəz gəlib buradan edə bilərsiniz. Burada sizin üçün hər şeyi çəkdim. Belə sizə təzədən belə yolkaları çəkim yekə. Ağa müəllim var, onu çəkməyim. Belə gördüyünüz kimi burada yolka çeşidləri həqiqətən də çoxdur və doludur. Bəli. Burada belə şeylər də var. Çox şirindirləri, şalalar. Yəni mən gördüyüm hər şey çıxır. Sonra böyle labubuların da şaxlı babalar. Çok tatlıydılar. Bunlara baxabiliriz. Burada paket bilikor dənəcikləri var. Bunlar çox da şey deyil. İndi bəzi şeylər var, YouTube'da mən görürəm, belə görürlər dostlarının evini təmiz bundan elətdirirlər. Ona görə sizə göstərmək üçün sonra burada baxın. Nə qədər zərb çeşidi var, həqiqətən çox qəşəng. Hətta belə yuxarıda da var. Müəllim mənim zövqümə bəyəndi, görsün 2 dənəsini belə qəşəng götürdü. Biri qadınla, biri də şaxta baba. Bunlar çox qəşəng deyil, sağ olun. Sonra bir də yenə mən seçdiyim, mən də seçdim. Belə ağa müəllim bundan da aldı. Şalarının hamısını mən seçdim. Ağa müəllim deyir, sənə bəs bura niyə gətirdin? Yəni şalar hamısını mən seçmişəm, yəni mənim zövqüm var demək ki. İnşallah indi biz bunların hamısını alacağıq. Hə, hazırlığımızı elədik Rəfiqə. Rəfiqə sevinclidir ki, onun ən sevdiyi şeydir yeni il hazırlıq eləmək. İndi hara gedirik? Gedirik zalımızı bəzəməyə. Ən həyəcanlı yerlərə gedirik. Uşaqlar, artıq zala çatmışıq gördüyünüz kimi. İndi keçirik içəri. Uşaqlar, artıq zala çatmışıq gördüyünüz kimi. Bu da ağa müəllim də şəpşəplərini geyinib. Nətər şəpşəplərim uşaqlar, yorumda yazın. Məncə çox şirindir. Bəli, müəllim, mənzərə. Əladır. Bəli. Hemen çəkim. Firmadır ya uşaqlar. Bəli. Nədir? Firma. Sport. Bəli. Superdir, tikişli zatdır. Bəli, uşaqlar, indi biz yolkamızı qıracağıq. Uşaqlar, bir də sizə belə şüşələri göstərmək istəyirəm. Bunların hamısı şüşələri mən elim. Hə, uşaqlar, gəldik videomuzun ən maraqlı hissəsinə. Bilirsiniz ki, mən indi bilməyənlər də var. Mən yeni il bayramını çox xoşlayıram, çox bəyənirəm. Və ən böyük arzularımdan biri də o olur ki, istəmişəm ki, hər zaman şəxsi zalım olsun və orada yeni il havası yaradım öz tələbələrimlə. İndi bəzi tələbələr var, gələ bilmədi. Rəfiqə ilə həmişə kimi ikimiz yeni il havası yaradacağıq burada. Başlayaq Rəfiqə. Gəl. Uşaqlar, şəpşəpləri necədir, onu da yorumlarda bildirərsiniz. Başlayaq. Bismillahirrahmanirrahim. Elə bir toyuq başı kəsrəm. Açaq. Ya Allah. İndi bir-bir uşaqlar tək şəkildə olmayacaq. Bir-bir düzəltdikcə sizlə hissə-hissə bölüşəcəm, narahat olmayın. Uşaqlar, deməli yolkanın qurulma qaydası buna eləyir ki, D variantı, C variantı, B, bir də A variantı, düzdürmü? Biraz açılışda problem zad yaşadıq deyə indi buradan başlayırıq. Deməli D-ləri taxmışıq, sərgəli formada açılışdırdıq. İndi C variantlarını alacağıq. Rəfiqə C tax. Bax, burada məsəl üçün C var. C yazılır, baxın burası da yazılır. Bunu taxırıq indi hal-hazırda. Birim bu tilindən taxır, Rəfiqə. Nə maraqlı uşaqlar. Əlimizdən gəldiyi qədər. C tapdım. Hə. Gəldən. Yəni desən lazımdır. Əlindəki beylik.
Yavaş yavaş. Peki bu taraftan sen aç, ben bu taraftan açayım. Yerleştirebilmem sen. Mən yerləşdirmişəm, Ha, xeylə şimdi qaldı. aç. Yavaş yavaş bak uşaqlar, belə aralayırıq. Gəli yenə bak. Bir sağ, bir sol. Bir sağ, bir sol. Bak, belə səliqənə Mən düz eləmək heç bilmirəm. eləyəcək narahat olmamışsın. Səliqənə açacaq. Təvəssümdən aç. Yavaş yavaş. Mən düz açdım, baxın görürəm. İndi bir dənə də bu pillərin tərəf təzə yenə sizdən mən qarşınızdayım. Bəli. Hə uşaqlar, deməli yolkamızın 50%-ni hazır eləmişik. Prosta uşaqlar çox çətin olduğundan kameraman da sağ olsun bizə kömək edirdi. İndi bəzi yerlər bazardığımız qədər yerləri salırıq. Bu da yolkamızın üstüdür. Yavaş yavaş yolkamızı tamamlayıb qalıb bərbəzəyib. Bu da salaq. Yavaş yavaş aç. Səliqənə. Məncə yolkamız çox qəşəngdir, Rəfiqə. Həqiqətən qəşəngdir. Mən bunu heç alanda zala yaraşdırdım, amma orada elə ürəyimcə deyildi, elə bir məcburiyyətdən almışdım, amma görürəm ki, məncə qəşəngdir. Siz də yorumda bildirərsiniz ki, sizə qəşəngdir, yoxsa yox. Mütləq, həqiqətən sizin hər bir yorumunuz bizim üçün dəyərlidir. Mən xoşlayıram sizin fikirlərinizi yorumda oxumağı. Xoş sözləriniz üçün də minnətdaram. Yavaş-yavaş keçəcəyik bərbəziyə. Əziz izləyicilər, işığımızı gələn. Demək, bunu hara quraşdıracaq? Ora quraşdıracaq, otokar. Baxın, bu işınlarını ora quraşdıracaq. Burada biraz bir şeyimiz var. Bunu yavaş-yavaş açaraq səliqəli. Ən altdan birinci bunu salacaq araya. Yavaş-yavaş ayaqqabı oradan tut, fırlayacaq sənə tərəf. Oradan biri sallan. Ən altdan. Sağ ol. Yavaş 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 yavaş. Böyle fırlayacağım. Bu kesin üstünde. Bakışlar. Gözler. Aha böyle. Oraya. Yavaş yavaş seni gösterəcəyik. Görək. Hərəkət oluyum. Hə uşaqlar, deməli biraz gördüyünüz kimi fırla ki fırlayasan 50 metrlik işi olduğuna görə fırla ki fırlayasan. Fırla ki fırlayasan Rəfiqə yetim Rəfiqəmdən halına baxın uşaqlar. Uşaqlar kimin gücü nəyə çatır zəhmət olmasa 5-dən 3-dən kartlarını nəsə qoyacaq. Rəfiqəmlə əsasla başlamaq. Hər nəysə. Uşaqlar deməli şeydir. Bu ağa müəllimlə birinci doladığımız şeydir. İşığı yandırdıq, baxdıq, heç qəşəng deyildi. Sonra mən ağa müəllimə ki, ağa müəllim, siz gəlin oturun, mən özüm dolayaram. Başladım da. Başıma baxın. Hər nəysə uşaqlar, Rəfiqə düz deyir. İndi baxın, işıqları yandıracağım. Uşaqlar, indi bir dənə kamerası hələlik söndürmədən telefonu bir dənə yuxarı qaldır. İzləyicilərimizə sürpriz edir. Hazırsınız uşaqlar, mən deyəndən salarsan. 3, 2, 1, fokus! Jingle bell, jingle bell, jingle bell, jingle bell, jingle bell. Çox qəşəng oldu, çox qəşəng idi məncə. Biraz bu tərəfdən belə çək. Bu mənzərəni mən telefondan özüm də görmək istəyirəm. Bu gəlim yanında baxın hələ. Görün nəfər görsənir. Wow. Ya, bunu biraz rəngləri biraz da. Bu biraz da şey deyim. Baxın hələ, bir dənə özümdə baxın. Nə gözəl, nə gözəl ay Allah. Hə, əziz izləyicilər. Bu mənzərə üçün nələrimi verməzdim, nələrimi. İndi başlayırıq yavaş-yavaş şariklərimizə, ondan əvvəl şariklərimizi hazır edək, təzədən sizdən görüşəcək. Öpürəm. Yolkamıza uyğun şariklərimiz həqiqətən çox qəşəngdir. Tam ingilis sayağı, valla yenə də deyirəm,
Həqiqətən bu zalda Dəmirbəyə belə biləm ki, Azərbaycanda yoxdur. Hələ belə bir yolka, belə bir quruluş. Nə bilim? Sonra şala belə. Düz demirəm, bəlkə. Güzel. Çox qəşəng yolka olacaq. Baxın, indi quraşdırır yavaş. Belə pis parçalar da var. Gəl, başladı. Belə bir şey. Gəl. Yəni, Yavaş başlayalım. yavaş baxın. Uşaqlar, məncə maraqlı bir kadr yaranacaq. Hamısını sizə bir-bir göstərəcəyik. Xırda-xırda. Xırda-xırda tanrı. Sen de qırmızıdan. Bax. Wow. Xırda-xırda indi uşaqlar, həm çox yüksək, necə başa salmışsa, çox dəqiqəli video da ata bilmirik. Ona görə hissə-hissə, ona görə sizdən üzr istəyirik. Hamısı zamanla düzələcək zaten, narahat olmayın. İndi xırda-xırda düzəldir, təzədən sizdən bölüşəcəm, narahat olmayın. Ta-ta-ta-ta-dam! Uşaqlar, hələ bitməyib. Bir dənə baxın siz Allah, bir dənə dizayna baxın, bu quruluşa baxın. Həqiqətən 5 parmağın 5-ində də bir məharət vardı, həqiqətən. Düz demirəm, nətər qurdu? Xoşuma gəldi. Uşaqlar, mən ağa mənimə göstərim, o da qurdu. Fikir mənim deyən. Bəyəndiniz uşaqlar, hələ davam edir. İndi elə bir ki, baxın. Allah sağ əlimə. Hədiyyət İngiliz sayılı uşaqlar birəsini aparmışıq. İndi bu tərəflərdən kuruslarlar asacaq. Diləndiyi o tərəfi dolduracaq. Belə nəfər xoşunuza gəlsin, mütləq. Həqiqətən bu videonun yorumlarını 1000-dən çox, like-ı da 15 mindən çox istəyirəm. Videonun özünün də izlənməsini 1 milyon istəyirəm. Həqiqətən bax, 1 milyon izlənsə mənim yeni il hədiyyəm ki, bunu qəbul edəcəm, izləyicilərin tərəfindən. Mən başım onlarla alsam. Yox, onlar hələ bu tərəf. Başlayaq. Oradan boş. Yavaş yavaş takın. Bir. Bundan takmıyorum. Ben de sen takmışsın. Sonra ben ne takmışım? Sizin değil. Değerlerde bildirim ben de Hələ orada çoxlu avadanlığımız var. Baxın bu logoya gözəl bir yeni il havası yaradacağıq. İndi tam qutaraq narahat olmayın. Bunu yerinə yerləşdirəcəyik. Bu orada olacaq. Çünki uşaqlar buradan rəqs falan yerində buradan yanından gələndə arxada yolkamız çox gözəl. Yəni arxa fonumuz çox gözəl yeni il havasını görünəcək. İnşallah. Zaten benim abadokumdan geldi. Abadokunu da bəyənsələr rəfiqənin yorumda da bunu bildirərsiniz. Yenidən görüşəcəyik sizinlə. Değge. Değge benim. Değge. Hə, şaxta babamızın başı gediblərsə. Yenidən görüşənə dək. Görüşəcəyik. Yandır. Değge. Görüşene dek. İnşallah bakın. Hə, uşaqlar, indi baxın. Bizim görün nə gözəl. Nə gözəl. Bunlar nə gedir? Buzlarımız var. Kristal. Kristal, buzlar. Son nöqtəni qoyuruq yavaş-yavaş. Bax, bunu da mən bura taxıram. Sərgəli şəkildə. Yəni, gəl bunun yanında, bu yolkanın yanında bir də geçən. Görək. Belə yuxarıdan aşağı gəlsək. Bu tərəfdən belə aşağı. Ayarlar. Geçən. İndi bizim nəyimiz qaldı? Olmaz. Nəyimiz qaldı? Uzaqsın. Əşkar üstünümüzü. Tamam ya. Ben bakabilirim. Ulduzumuz da tam. Hayat şaşırtır hep zaten. Tam səyərzandan ola bilər. Gözəl. Baxın, bu tərəfdən gəlsək. Hələ qar yağmıyor da, ona görə indi ulduzumuz düşüb aşağı. Yəni qar yağandan sonra pek şaşıracaq. Hə, uşaqlar indi burada düzəldik. Bunu indi bu yolkanı qoyacağıq bura. Ondan sonra yavaş-yavaş keçəcəyik bura. Yenidən görüşəcəyik. Uşaqlar, deməli, neynədik? Sizdən xəbərsiz bir iş gördük. Baxın nə bu dekorasiya. Baxın, bunlar hamısı ayrı-ayrı alınan şeylər. Bu üzəri ayrı alınıb, toplar ayrı alınıb. Burası düzəlməyini niyə görə göstərmədik? Çünki biraz səhifəmizdə oğurçular çoxdur. İfadəmə görə üzr istəyirəm. Oğurçular çoxdur və oğurluyurlar bəzi şeylər. Ona görə onu belə hazır vəziyyətdə düzəltdik ki, bəzi insanlar görməsin. İnanıram ki, siz dəyərli izləyicilərimiz bəyəndiniz bu dekorasiyanı. İndi son toxunuşlarımız qalır.
Rəfiq sən ged ora, mən də bura. 3 deyəndə bura. 1, 2, 3. Wow. Özümüzün alqışlar. Məncə çox qəşəng oldu. Yolkamız həqiqətən bura başqa bir ab-hava yarandı. Çox qəşəng oldu. Şaxta babamız öz gözəlliyini, öz sözünü deyir. Həmişə kimi. Ben qardan adamımız da sözünü deyirdim. Uşaqlar, sizcə Şaxta baba qəşəng görsənir, yoxsa qardan adam? Bence qardan adam uşaqlar. Obşim, siz onu özünüz bildirərsiniz. Həqiqətən gözəl bir ab-hava yarandı. Herkesin nə fikir, nə demək istəyirsən bu videoya, bu mənzərəyə? Əladır demək istəyirəm. Amma başda da bunu demək istəyirəm ki, buradan TikTok səhifələrimizi, Instagram səhifələrimizi qoyacaq bura Ağa müəllimə. Bizi takip edib, abunə olub, bildirimləri açmağı, like atmağı unutmursunuz. Bol-bol like atın, aşağıda həvəslə də like atın. Həqiqətən uşaqlar, hal-hazırda saat neçədir, mən ona baxım. Saat hal-hazırda 22:48-dir və biz saat, sizə deyim, saat 2 tamamdan küçələrdə oranı almaq, bunu eləmək, burada küçələrə hər yeri gəzib, gəlmişik zala və o probkanla, o əziyyətlə, o zülümlə gəldik, axır ki, xırda bir yığmağa başladıq. Ki, nəyə görə sizin gönlünüz xoş olsun videolara baxanda, fərqliyi görəsiniz. Əlimizdən gəldiyi qədər, hər zaman mən bunu vurğulamışam ki, hər zaman əlimdən gəldiyi qədər tələbələrimə fərqli videolarla sizlərin qarşısında olmuşuq və bunun üçün çalışmışam hər zaman. İndi də o videolardan biridir, inanıram ki, bəyənərsiniz. Allah hər kəsə belə bir gözəl səhnə bəxş eləsin. Allah hər kəsin ürəyinə görə versin. Şükür Allah, heç kimdən bir düşmənçiliyimiz yox. Həmişə özümüz, öz qüvvəmizlə əlaqədar irəliyik, davamiyyətlə. Tək xahişim ondan irəli gəlir ki, zəhmət olmasa, Rəfiqə neçə min abunəm var? Bilmirsən? Rəfiqə abunəsi bilmir. 5'in, 10 bin. 10 bin? 10 bin abunəm. 10 bin bilmirəm, indi neçə mindirsə uşaqlar. Hər kəs Rəfiqə ilə abunə olsun. Bizim də kanalımız bilirsiniz ki, video 400 bindən çatır. İnanıram ki, əziyyətimiz yerdə qalmaz. Girirsiniz, kanallarımıza abunə olursunuz. Rəfiqə 13 mindən çox abunəsi var. Girirsiniz, onun da kanalını 20 minə çatdırırsınız bu videoyla. Mənim də kanalımı 400 mindən yuxarı abunəyə az qalır. Girirsiniz, videolarımıza like atırsınız, kanalımıza abunə olursunuz. Həqiqətən vlog çəkməyimizdə səbəb bu videodan sonra bilinəcək. Çünki gözəl izlənsə, gözəl bəyənsəz, bundan sonra daimi vloglarınız gələcək. İnanıram ki, bəyənmişsiniz. Gələn vloglarda görüşənə dək. Amma uşaqlar, mən bir şey demək istəyirəm. Abunə olub, videoya like atmağı, bildirimləri də açın ki, biz nə vaxt video atanda biləsiniz. Neyin yeyirik, sağollaşırıq. Sağ olun.